Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çox şadam. Həmişəki kimi mən mətbəxdəyəm, uşaqlara kruasan düzəldirəm. Bilirəm 100% resept soruşarsınız, amma ki mən reseptlə paylaşmıram. Yenə də gözü yarı özüm nəyi nə qədər qatmışam sizə deyəcəm. Siz isə istəsəz əgər YouTube-da reseptlə düzəldə bilərsiniz. Bu maç hazırladım. Ayrı qabda süd, smetan və 2 yumurta sarısı qarışdırıram və əlbəttə ki burada drojna xəmir olacaq, amma mən gözləmədim ki xəmir şişsin, çünki ehtiyac yoxdur. Bu elə bir xəmirdir ki, onsuz da pambıq kimi kruasanlar alınacaq. Yumurtanın ağını ayrı qoymuşdum ki, istədim bizə eləyim. Deməli, kruasanı eləyərkən naçinkanı qoymamışdan qabaq əvvəl istədim bizanı eləyim və bizanın üstünə naçinka qoyacaqdım. Amma nədənsə bizə alınmadı. Bəlkə də mən blenderdan onu qarışdırırdım. Bəlkə ona görə alınmadı. Həmişə mikserlə düzəldirdim. Bizə çox gözəl də alınırdı. Ya da ki yumurtanın ağı çox az olmuşdu deyə bilmədim nəyə görə. Amma nə qədər onu qarışdırdım, xeyir olmadı. Axırda bu yumurtaların ağını dökmüşəm rakvinaya. Xəmirim artıq hazırdır. Onu 2 yerə bölürəm. Bayaq dediyim kimi heç gözləmirəm ki xəmir şişsin. Çünki məndə xəmir pambıq kimi yumuşaqdır. 2 yerə böləndən sonra bir hissəni lap nazik belə yayıram. Sonra onu kəsirəm və naçinka üzərinə eləyəcəm. Məndə bir hissə olacaq şokolad yağından naçinka, o biri hissə isə şəkər buradan naçinka qalmışdı məndə, qoz fındıqlı şəkərli naçinka var, ondan istifadə eləyəcəm. Amma əgər sizdə misal üçün heç bir naçinka yoxdur, pavidlada heç bir şey yoxdursa, onda siz bunu yayandan sonra onun üzərinə kərə yağı sürtüb və üstünə belə şəkərlə eləyə bilərsiniz. Şəkər səpəsiz və raqalikları bükərsiz. Çox gözəl dadlı alınır. Xəmirin o biri hissəni də istədim qeyri-adi düzəldim. Üzərinə kakao ilə belə səpmişdim və
qoz fındıq načinka düzəltdim. Çox qəşəng və dadlı alındı. Elə bil ki, şokolad dadırdı. Bu da bizim hazır kruasandır, ragalikdir, nə deyirsiz deyin. Axırı çox dadlı və ləzzətli alındı. Axırıncı vloqda ağardıcıdan danışmışdım və bir-iki nəfər yazdı ki, belə bir ruçka var, hansı ki, səhv yazsan pozulur. Mən o ruçka haqqında bilirəm. İlin əvvəlində məktəb başlayanda uşaqlara ancaq o ruçkalardan almışdım və o bitəndən sonra Temuda görmüşdüm ki, həmən o ruçkalardan satılır və yanında 30 dənə belə pasta. Qiyməti çox gözəl idi. İndi yadımda deyil neçəyə almışdım. Çünki ya sentyabrda ya da ki, oktyabrda almışam. O vaxtdan hələ də görürsüz nə qədər pasta bizdə qaldı. Mən bu il ruçka ilə heç əziyyət çəkməmişəm. Hər il biz tonla ruçka alırıq. Buradan alırsan, oradan ya itirirlər, ya da ki tez bitir və ona görə belə pasta alıram, qoyuram. Düz birinci dəfə də belə almışam və heç bir dəfə də uşaqlar mənə demədilər ki, evdə ruçka yoxdur. Bitəndən sonra götürürlər bunun içinə qoyurlar və yazırlar. Hə, deməli o pozan ruçkadan danışmaq istəyirəm. Temuda 3 dənə belə ruçka və 30 dənə bu pastadan almışdım. Qiyməti yadımda deyil neçəyədir. Bu ruçkanın içində olan pasta pozulan idi. Yəni silə bilərdik. Amma bu bitəndən sonra bu pastanı qoyanda gördüm ki, bu pasta artıq silinmir. Və ona görə məcbur bunları buna taxıram. Amma silinmir deyə ağardıcı da əlavə almışam ki, səhv olanda dəftər pis günə düşməsin, üstündən geçsinlər və düzəliş eləsinlər. Gələn dəfə mütləq oxuyacağım rəyləri. Mən bilirsiniz, Temudan zakaz eləyəndə həmişə yoldaşım deyir ki, oxu, orada nə yazılıb, ondan sonra zakaz elə. Mən isə heç ərinirəm, heç xoşlamıram oturub 1 saat oxuyum. Kimsə yaxşı yazır, kimsə pis yazır. Elə olur ki, hamı yaxşı yazır və ona görə deyirəm, onsuz da hamı yaxşı yazacaq da orada və ona görə oxumuram. Bunlar hamısı pozulan ruçka idi. Görürsünüz, mən həmişə uşaqlara pozulan ruçka alıram. Onun üstündə bu baş tərəfdə görürsünüz, şey var, rezin var, hansı ki pozur da ruçkanı. Amma bu pastanı pozmur. Ona görə əlbəttə ki, mən bu pastanı atmayacağım. Çox qəşəng yazır bu. Bəzi ruçkaları alırsan, baxırsan, gah yazır, gah yazmır. Əziyyət çəkirlər uşaqlar, gah da ki, belə çox iti olurlar və cızır da dəftəri. Amma bu pasta elə deyil. Bu çox qəşəng pastadır. Sadəcə olaraq ki, bu pozulan deyil də. Baxın, belədir. 30 dənə idi bunun içində və 3 dənə belə ruçka gedirdi yanında. Belə. Bu pasta bitəndən sonra mütləq yenə də belə bir paçka ruçka alacağım. Yəni bu zapaskalardan alacağım ki, uşaqlar il boyu yazsınlar və məni incitməsinlər. Hər dəqiqədən bir məni o məktəbli dükana aparmasınlar. Orada özünüz bilirsiniz də. Bir dənə ruçka adından dükana girirsən, mütləq yanında bloknot da gedəcək, pozan da gedəcək, nə bilim, qayçı, sadə karandaş və s. Bu da Temudan aldığımız ceyranın jaketi. Çox qəşəngdir. Tam əyninədir. Bir rası yekədir, amma payızda tam əyninə olacaq. Məktəbə bunu yəqin ki giyməyəcək, çünki məktəbə giyinmək üçün jaketi var. Bunu yəqin çölə, ora-bura harasam getmək lazım olanda geyinəcək. Yayda da geyinə bilər, axşamlar sərin olanda. Çox qəşəngdir. Yumuşaqdır materialı və krasovka demişdim sizə. Ceyran artıq geyindim. Ən rahat uşaqlar üçün bu lipuçka ilə olanda, çünki iplə olanda onda hər dəfə açılır, uşaqlar səliqəli bağlaya bilmir deyə. Ona görə lipuçka ən yaxşı variantdır. Ceyran da bizə söz verdi ki, səliqəli geyinəcək və orada cızığı zadı heç bir şey olmayacaq. Ağ krasovka giymək biraz çətindir, amma bu qız ağ krasovka deyir. Eləmi Ceyran? Belə, çox qəşəngdir. Elə jaketin üstündə də C hərfi var. Elə kakras sənin hərfindir. Heç ona baxmamışdıq, fikir verməmişik. Ceyran gələndə dedi ki, bu əsl mənim üçündür, çünki orada mənim hərfim var. Mübarəkdir Ceyran. Uyda, şimşək çaxır. Siz bir bizim havaya baxın. Bu nə havadır? İndicə elə gözəl hava. 5 dərəcədən öncə bizdə gün yağmış. İndicə elə gözəl gün çıxmışdı. Baxın eşidin. Gözəl hava idi. Mən kombini söndürdüm.
Evdə elə qəşəng isti idi, amma indi buz kimidir. Dedim, bu nədir? Birdən belə soyuq oldu. Sən demə, çöldə yağış yağır. Ev necə soyudu. Gedim tez kombini yandırım. Sevinmişdim mən. Dedim, biraz qənaət eləyəcəm. Üşüdüm. Dəhşət soyuqdur. Mən isə bu havada bu dəqiqə aşağı düşməliyəm. Gedib Ceyranı götürməliyəm dərsdən. Elə bil axşamdır, elə bil hardasa 7-8-dir saat. Amma saat 5-ə işləyir. Və havaya bir baxın. Düzdür, telefondan baxırsan, elə də görsənmir necə yağış yağır, amma səsini eşidirsiniz də yəqin ki. Necə yağmağa başladı. Şimşək çaxır. Murad, zəci də moy, üşüdüm, gəl qapını bağıya. Necə soyuqdur, bu nə havadır? Deyirlər ki, belə havada yaxşı xəzəyin öz iti çölə buraxmaz. Mən isə öz balaca küçüyümü məktəbə aparmışam. İndi qaça-qaça gedim onu götürüm. Yağışın səsini eşidirsiniz də. Binəqədini bir damcı yağış yağsın, həmən dəqiqə hər yer su basır, dəhşət ayağı qoymağa belə yer tapa bilməzsən. Maşınla gəlsəm də belə bütü dizə qədər mən suyun içindəyəm. Çünki məktəbdən biraz aralı saxlamışam, hardasa bir 10 metr olar da, 10-15 metr aralı saxladım. Yenə də buna baxmayaraq mən bütü suyun içindəyəm. Mən, Ceyran, çünki hər yer sudur, hər yer su basıb. Elə bir ki, leysan yağıb da, düzdür, yağış yağıb, çox yağıb, amma hardasa bir 10 dəqiqə belə yağıb da, güclü yağış. Sonra ucu yavaş-yavaş olub, amma hər yer belə elə bir ki, çay açılıb hardasa və tökülüb bu yollara. Buranın kanalizasiyası görəsin hardadır, hansı tərəfdədir. Ömrü boyu burada həm probkadır, həm də su basır. Belə, bu da bizim Binəqədimiz. Sos hazırlayıram. Çoxdan da bu sosu hazırlamırdım. Bu resepti əməlli başda unutmuşdum. Deməli, soğanı biraz qızartdım və biraz toyuğu da burada qızardıram. Üzərinə paprika, istiot, sonra sarı kök, mütləq sarı kök qatmışam və indi kartuşka qoyacağım. Belə doğradım. Biraz böyük kubiklər elədim. Atacağım üstünə, biraz qızarsın o tərəfdə bu tərəfdə və sonra pomidoru tökəcəm. Baxın bunu, hansı ki yayda özüm bağlamışdım. Bura biraz su tökmüşəm ki sulu olsun, bu qəşəng pişsin. Все, belə qəşəng ləzzətli dadlı sos hazırlayıram. Yay hələ ki gəlməyib, amma mənim uşaqlarım artıq marojna istədilər və ona görə Ceyranla getdik tez bazar nə lazımdırsa almışıq və onunla birlikdə indi marojna hazırlayacağıq. Keçən il demək olar ki, marojna dükandan almamışdıq, özüm düzəltmişdim. Bu qabı mən Bravoda almışdım, marojna qabıdır bu. 4 manata almışdım, amma çoxdan almışam. Düzdür, bizə heç uyğun gəlmir bu. Bizim ailəmizdə 5 nəfər var, amma burada 4 dənə marojna hazırlamaq olar. Biraz böyüyünü axtarıram, amma hələ ki heç qabağıma çıxmayıb. Keçən il demək olar ki, marojnanı ancaq özüm hazırlamışdım.
hazırlamışdım. Meyvələr də alırdım, içinə qatırdım. İndi çiyələk çox bahadır deyə ona görə hələ ki çiyələksiz eləyirəm. Amma şokolad almışam. Şokoladla və evdə meyvənin şirəsi var idi. Onunla bir yerdə belə qarışdıracağam, marojna düzəldirəm. Bir də vaflili marojna qabı almışam. İndi misal üçün hansı ki doldururuq ceyranla birlikdə. Onu almışdım. Tort ləvazimatlar satılan yerdə bir dənəsi 15 qəpiyədir. Fikirləşdim ki, bəlkə bu dadsız olacaq, çünki bu vaflidən heç vaxt almamışam. Amma artıq bu marojnanı yemişik və sizə deyim ki, çox dadlıdır. Bu vaflini alanda bilmirəm hansı ağılla almışam. Evdə 5 nəfərdir, mən 6 dənə almışam. Yəqin ki, ancaq uşaqları fikirləşdim. Dedim hərəsinə 2 dənə qoy olsun. Amma sonra özümüz də yedik və çox xoşumuza gəlmişdi. Gələn dəfə mütləq 10 dənə alacağam. Hərəmizə 2 dənə düşsün. Evdə düzələn marojna çox sərf eləyir. Həm bilirsən ki, hansı produktdan düzəltmisən onu, həm də ki, çox dadlıdır. Bu dadında olan marojna satışda ən azı 2 manatadır. Mən isə bu qədər marojna hazırlamaq üçün cəmi 8 manat pul xərcləmişəm. Əlbəttə ki, bu marojnaların hamısı bir günün içində yeyilməyəcək. Bunu biz hardasa bir həftə yeyib qutaracağıq. Və gəlin indi özümüz hesablayaq. Ən ucuz marojna 60 qəpiyədir. O da içi təmiz buzdur və ailə üçün alanda, 3 gün dalbadal alanda görün 10 manatdan artıq pul eləyir. Amma bu marojnaya cəmi 8 manat pul xərcləmişəm və bu bizim üçün yəqin ki, hardasa bir həftə bəs eləyəcək. Gələn dəfə çiyələk ya da ki, banan alıb içinə qatacağam. Daha da çox alınacaq. Gəlin baxaq, bizim dondurmalarımız artıq dondu. Bu biraz şey oldu, yayıldı, pis oldu. Ceyran əlindən sürüşmüşdü, ona görə belə oldu. Bunlar isə yaxşı alındı, belə. Çox qəşəng. Və bunlar da dondurmadır. Bura şokolad eləmişəm, sonra üstünə tökmüşdüm plambir və orada da var dondurma, malina ilə. Buzluqda malina tapmışam və üzərinə belə malina elədim. Bu da inanıram ki, çox ləzzətlidir. Əlbəttə ki, bunu bir gün yeməyəcəyik, bir neçə gün yeyəcəyik. Belə, ucuz və sərfəli. Artıq mən sizinlə yavaş-yavaş sağollaşacağım. Ümid edirəm ki, bu videonun sonuna kimi baxmısınız. Rəy bölməsində smailik saxlamağa və like eləməyə unutmayın. Mən isə həmişəki kimi öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Növbəti vlogda görüşənədək. Hələlik.